Kəndimizdə bir oğlan məni sevirdi, mən də onu və bunu kənddəkilər və ailəm də bilirdi. Biz görüşmürdük, telefonum olmadığı üçün də danışmırdıq. O sadəcə hər gün bizim evimizin yanında olurdu. Sevgimizi bir-birimizə baxışlarla anladırdı. O əsgər getdi, mən isə onun günlərini sayırdım. 10 ay idi ki getmişdi, mən də gözəllik salonunda kursa gedirdim. Bir gün qadın iş yerinə gəldi və dedi ki, səni atandan almışıq. Ağlaya-ağlaya evə gəldim, atam isə dedi ki, səni verirəm. Mənim isə əlimdən heç bir şey gəlmirdi. Oğlan məndən 12 yaş böyük idi. Atam hə cavabını verdi. Sevdiyim oğlan əsgərlikdə atama yazdı. Qızı niyə məcburi verirsən? Mən çox çarəsiz idim. 4 aydan sonra toyumuz oldu. Sevdiyim isə orada qalıb hərbiçi işlədi. Hər gün ağlayırdım, heç xoşbəxt deyil idim. Bir övladım oldu. Qaynana və qaynataya ana-ata deyirdim. Onlar isə məni övladı gözündə görmürdülər. Hər gün saat 6-da durub iş görməli idim. Nə televizora baxa bilirdim, nə də ki telefona. 22 yaşında ikinci oğlum oldu. Çox pis xəstə oldum, əsəb xəstəsi. 3 dəfə əməliyyat olundum. Həkim dedi ki, sən öz qədrini bilməsən, heç kəs sənin qədrini bilməyəcək. İndi 27 yaşım var. Sevilmədiyim, hörmət görmədiyim yerdə qalmaq istəmirəm. Məni 30 yaşında bir oğlana verən valideynlərim bu gün məni qəbul etmir. 10 il dözmüsən, yenə də övladlarına görə döz deyirlər. Bu həyata bir dəfə gəlirik. Sizcə onu kiməsə görə qurban verməyə dəyərmi?